Peyğəmbərin əhl-i beytinə bu günlərdə zülm olunur. Bu bir İslamı dəyərdir. Bu bir məzhəbin dəyəri deyil. Bu sırf bir məzhəbə aid məsələ deyil. Bu bütün müsəlmanların hamısının müsibətidir. Bu bir İslam tənəzzülünün göstəricisidir ki, müsəlmanlar Peyğəmbərindən sonra hansı vəziyyətə gəlib düşmüşlər ki, 50 il keçmiş öz Peyğəmbərinin ailəsini qətliam elədi müsəlmanlar. Və təəssüflər olsun ki, bu günləri bəzi adım müsəlman qoyanlar elə o Əməvi zehniyyətində qalıb, hətta özünü din tələbəsi kimi, din alimi kimi cəmiyyətə təqdim eləyənlər gəlib İmam Hüseyn əleyhissalamın səhv iş gördüyünü iddia edirlər. Deyirlər ki, İmam Hüseyn əleyhissalam o zaman qanuni xəlifəyə qarşı çıxdı, gərək çıxmayaydı, gərək səhabələr onu ögüd nəsiyyət elədi, bu ögüd nəsiyyətə qulaq asaydı. Bu işte o zaman baş tutmazdı. Yəni, dolayısıyla Yezidi günahı yoxdur bu məsələdə və hətta biraz da qabağa gedib deyirlər ki, Yezid ictihad elədi bu məsələdə və ictihad eləyibsə də, ictihadın belə bir qaydası var da, adam ictihadda düz ictihad eləsə 2 savab qazanır, birdən səhv ictihad eləsə 1 savab qazanır. Yəni, abırsızlıq bir həddə gəlib çatıb ki, Yezid ictihad eləyib, indi deyək ki, səhv ictihad eləyib İmam Hüseyni öldürüb, Allah bunu bir dənə savab verəcək. Allah əvvəl Yezidə lənət eləsin, sonra sənin bu iddialarına lənət eləsin. Biz də tarixi araşdırırıq, baxırıq, görürük ki, bu törtökün düşüncələr əhl-i sünnənin düşüncəsi deyil əzizlərim. Bu törtökün düşüncələr Əməvilərin törtökün düşüncəsidir.